Canım sağ olsun. İndi buna gedib 2 desəniz, ona gedib 3 desəniz, ondan sonra buna gedib 4 desəniz, ağlınıza nəsə gəlir? Heç nə gəlmir edəsən. Millət, ağlınıza nəsə gəlir? Nə gəlir ağlınıza? Yaxşı şey gələn, yaxşı yemək gəlir, belə şaurma gəlir, belə burger zad gəlir. Amma inanmıram slayder nətər yazmaq gəlir. Gəlmədi heç nə. Ay Allah. Ay, sağ ol, sağ ol. Bax, 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 gəlir, gəlir. Sənin ağlına nəsə gəlir, yavaş-yavaş. Aha, 1. Tamam, biri dinamik yazsaq. Yəni ki, biz prinsipi buradan sadəcə, yəni bunun adı eyni deyil millət. Yəni bunu bir dənə çölə çıxardım. Yəni sadəcə biz buradan 1-i 2 eləsək, 2-ni 3 eləsək, 3-ü 4 eləsək, ki yavaş-yavaş slayderimiz dəyişir. Düzdürmü? Ay, sağ ol, düppədüz. Onda biz deyərikmi? Məsəl üçün deyərik ki, bizdə bir dənə dəyər var. Deyərik ki, məsəl üçün const count number, num. Tamam. Bu statik olaraq 1-dir. Tamam. Ondan sonra gəlib buna deyirsən ki, go next-də bunun içindən nə gedir? Məsəl üçün da bunun içindən 1 gedir. Bunun içindən tamam, hələ ki bunun içindən 1 geç. Ya da ki onsuz da bu ayrı funksiyondur. Gəlib deyərəm ki, go next-də vuranda bu number 1 nə olur? Hər dəfə 1 artır. Also number plus 1 olur. Plus bərabərdir 1 olur millət. Bunu belə deməliyik ki, bax, number bərabərdir number plus 1. Tamam. Siz bunu desəz sadəcə, bu number'ı 1 artırır, hə, zordur. Yəni 1 artırır, 2 eləyir, hə? Amma number'ı dəyişmir, sadəcə 2 eləyir. Aydın olduğu nə demək istəyirəm? Yəni sadəcə 2-ni qaytarırsa, amma number'ı dəyişmir. Yəni number'ı dəyişmək üçün num bərabərdir num plus 1 deməlisən. Ki prinsipi bunun da qısa yolu odur ki, num plus bərabərdir 1. Ayso. Plus tamam ayrı temadır. Plus number'ı göstər, sonra artır deməkdir. O sənə birinci 1-i qaytaracaq, sonra o birisini qaytaracaq. Hə, gözlə da, yəni birinci, bax, səndə ekranda nəsə var? Hal-hazırda. Səndə səndə bunun slayderı ilk slaydını göstərən funksiyonda olmalıdır prinsipi. Yəni bu çöldə də qalmalıdır ki, biri göstər ən birinci. Tamam, bunu. Ondan sonra buna basanda num plus bərabərdir 1, style background. Bura nə verməliyəm? Imagin nəyi? Namıncısı. Düzdürmü? Bu indi bu bilsiz nə temadır. Bax uşaqlar, burada normalda biz HTML-in arasında, belə deyim də, HTML elementlərimizin arasında, CSS elementlərimizin, yazı tipdəki elementlərimizin arasında JavaScript yaza bilmirik, dırnaqlar. Amma normalda bax heç cür bunu qoysan da yaza bilmirsən. Amma bizdə backtick deyə bir şey var, tabın üstündə yerləşir o işarə. O backtick dırnaqlarımızı qoyanda tabın üstündəki escape-in altı tabın üstü. Tabdakı şeydir, bir dənə sola, bir dənə sağa gəlin ox. Bayaq Fatimə slayderə qoymağımızı istəyirdi, Fatimə deyəsən. Bax, o oxdan. Hə. Bax, image, bura bunu gəlib, dollar gəlib. Buradan mötərizələri qoyanda bu mötərizələrin arasında artıq JavaScript yaza bilirsiniz. Bir dənə yuxarı görün nə yazılıb? Expression expected JavaScript. Yəni ki, expression içinə JavaScript gözləyir. Any də bunun type-ıdır. Ki, any type-da, ürəyiniz istəyən type-da JavaScript dəyəri yaza bilərsiniz bura. Mən də yazaram ki, bura nə? Num. Artıq düz işləyəcək. Nəyə oxşuyur? Onun kimi bir şey deyil, amma yəni oxşatmısansa dəymirəm. Bu qalsın, oxşat. Hə. Amma bunu başa düşdünüz millət? Yəni num 1-dir, statik olaraq 1-i göstərir. İndi mən buradan basanda, next-də basanda 1 artıracaq
və 1 sən oldu, 2 oldu, 2-ni göstərəcək. 2 sən oldu, 3 göstərəcək. Baxaq. 5 nədə görsət. Baxıram. Heç nədə görsət. Bir dənə refresh verirəm. Baxıram, yenisini görsətmir. Mən hansına vurmuşam bunu? Go next-də, function go next. Nam. Millət, bu indi hal-hazırda konsola baxsaq deyəcək ki, you can't change constant variable zad deyəcək. Bax. Assignment to constant variable. Çünki niyə? Bunu konstant vermişik və dəyişməyə çalışırıq. Bunu let verməliyik. Qəşəng səhv idi. Baxıram. 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 Düzdürmü? Baxıram. Baxıram. Zırt. Heç nə yox. Yəni, çünki 6-cı yox. Ayşol, onu sən nə öyrənmirsən, nə ilə eləyə bilərsən? Şərt operatorları öyrənmişik biz. Şərt operatorları. Nə? Ayşol, şərt if verə bilərik. If, əgər. Nam plus bərabərdir. If əgər nam 5-dən kiçikdirsə, tamam. Nam 5-dən kiçikdirsə, çünki basarsan nə? Kiçik bərabərini də qoyacaq, narahat olmayın. Nam 5-dən kiçik bərabərdirsə, namı artırsın. İndi baxaq görək, məsəl üçün, nam hara qədər gedir? Şık. Gördün? Çünki hal-hazırda basanda 5-dən, məsəl üçün, neçədə yoxlayır? 5-ə çatdı, tamam. 4-ü yoxlayır, 4 kiçik bərabərdir. Yox, 5. 5-i yoxlayır. Artıq, məsəl üçün, go next-də bastın. 5-dən kiçik bərabərsə 5-ə bərabər deyilmi? Artırır, 6 eləyir. Tamam. Ona görə amma məsəl üçün buradan bərabəri yığışdırsam. Burada gəlib ilişəcək. Bu hansıdır? Gördünüz 5. Tamam. Ondan o tərəfə getmiş. Aydın oldu. Bundan bu tərəfə getmirsə, bu düşür hara? Else. Tamam. Artırsın. Else namı nə etməlidir? Qaytarmalıdır təzədən. Bastın. Düzdür? Düzdürmü? İndi bunun eynisini eləyirəm. Nə üçün? Go prev üçün. Tamam. Prev nə etməlidir? Bizdə nam neçədən böyükdürsə 0-dan yoxsa 1-dən? 1-dən böyükdürsə. Tamam. Nə etməlidir? Namı çıx bərabərdir 1 eləməlidir. Yox, əgər çatdısa, məsəl üçün artıq 1-dən böyük deyilsə, çünki məsəl üçün 2-yə çatdı, vurduq. Tamam, 1-dir. 1 artıq 1-dən böyük deyil, 1-i azaltsa 0 olacaq. Olmamalıdır 0. Olmalıdır yenidən nə? Nə olmalıdır yenidən? 5. Yes. Ondan sonra bunu bir dənə buradan deyəcəm ki, bastın. İndi bir dənə də arxaya bastın. Hop, qayıtdı 5-ə. Yazdıq. Millət, slayderimiz yazdı. İlk bu arada biz ilk fikir verən ən birinci sayt açsanda, şəkillərimizi basanda gec gəlməyinin səbəbi millət şəkillərin böyük şəkillər olmasından. Bunlar hamısı 8K resolution'da olan şəkillərdir. Yəni ona görə normaldır. Amma ki, yəni bu millət çox qıcı koddur da, yəni sizə deyim, yəni bundan o tərəfə qıcı kod bilmirəm. Çox belə, kəndsiz qoy. Çünki biz burada 7-8 dəfə eyni funksiyanı, eyni şeyi təkrarlamışıq və bu belə bir şey olmamalıdır. Ondan sonra, məsəl üçün, onun üçün biz nə edə bilərik, millət? Bunu ala bilərik, əslində, bir dənə function'ın içinə. Bunu təkrarlamamaq üçün. Tamam. Bu function'a deyərəm ki, mən function print image. Tamam. Mənim imicimi göstər.
Tamam. Və onu da çağırarsan çöldə ki, işləsin. Düzdürmü? İlk sayt açılan kimi işləsin. Düzdür? Və mən burada millət ürəyim istəyər ki, buradan buranı yığışdırım. Bax, bura nam verim. Bu namın imici işləsin. Tamam, burada. Namdakı 1-dir statik olaraq. Aydın oldu. Və bura basanda bu şəkildə getsin. Amma ki, buradan bunları da yığışdırmaq istəyirəm və istəyirəm ki, buradan bunun hər ikisinə mən bura deyim ki, print image yaz və içinə bunun namı göndər. Tamam. Buradan və sən buradan qəbul et onu bir dəyər olaraq yenə nam olaraq qəbul edə bilərsən. Və bunu bura ver. Adlar oxşarlıq verməsin deyə n olaraq da qəbul edə bilərsən və n-i bura ver. Amma statik olaraq nam verməliyəm da, nam yoxdursa. Çünki onda n yoxdursa namı verməliyəm. Görüm, işləyirmi, işləyir. Tamam, bir dənə baxım. Hə, indi nə yazdım, başa düşdünüz? Məncə hamınız başa düşmədiniz. Heç bu operatoru bilirsiniz nə deməkdir? Bu operatorun nə olduğunu bilirsiniz. Hamı bilir. Yəni keçmisiniz, keçməmisiniz, onu deyin. Şey olar, keçmisiniz? Hə. Bunu bir də sizə izah edirəm millət, addım-addım. Bax, bunu bir də addım-addım izah edirəm. Aysol, nədir? Çox gözəl sualdır. Aysol. O da gözəl cavab. İndi mən bir də izah edeyim. Bir dənə su içim. Deməli, bax bizdə bu qaydadaydı. Mən artıq bunun içində verirəm bunu. Namı da buradan verirəm buna. Mən istəyirəm ki, buradan bunu bir də 3-4 dəfə təkrar yazmayım. Onun yerinə bir dənə mən funksiya təyin elədim və o funksiyanın içinə arqument olaraq göndərmək istəyirəm. Yəni arqument olaraq göndərmək bilirsiniz nə deməkdir? Məsəl üçün bunu silirsən, yerlərinə funksiyanı çağırırsan və içinə dəyər ötürürsən. Tamam. O dəyəri buradan ötürmüsənsə, burada da tuta bilirsən. Bu bilirsiniz nəyə oxşuyur? Bu bilirsiniz nəyə oxşuyur millət? Bu ona oxşuyur ki, sən məsəl üçün kimi çağırım? Fariz buradasan? Hə, Fatimə, sən cavab ver onda. Bax, mən səni çağırıram. Mən çağıranda cavab, Fatimə. Ayso. Bax, bu funksiyanın çağırmasıdır millət. Bax, buradan bunu çağırırsan, bu bunu cavab verir. Amma gördünüz, Fatimə bəlidən başqa heç nə cavab vermədi. Tamam. Burada da mən bunu çağıranda, print nam, bunu heç nəsə çağıranda, bu mənə bir dənə qayıdıb deyəcək ki, bəli, qaqaş. Başqa heç nə deməyəcək. Amma Fatiməyə deyəndə, Fatimə deyirəm ki, Fatimə 1. Mənə dediyimi qaytar Fatimə. Fatimə, funksiyamız işləmir millət, error verdi. Alo. Ay Fatimə. Fatimə error verdi millət. Fatimə. Hə, Fatimə error verdi. Başqa funksiyamızdan davam eləyək də onda. Səməd sən. Hə, Səməd. Mən cavab verəndə qaytar. Səməd 1. Ayrı. Səmədə 1 verirəm, salam qaytarır. Bu vəhşi işləmir da. Yəni bu örnək funksiya deyil. Səməd 1 verirəmsə 1-i qaytar. Ay sağ ol. Funksiyamız biraz gec işləyir millət. İnternet problemi var. Hə. Amma qaytarır. Yəni bu da onun kimi bir şeydir. Yəni mən çağıranda hər hansısa bir şey verməsəm içinə, o mənə sadəcə deyir ki, hə, mən işlədim, salam əleykum. Amma buradan hər hansısa bir şey verirsənsə içinə, məsələn 1 verirsənsə, o sənə 1-i qaytarır. O qaydan 1-i də sən burada gəlib tutursan. Aydın oldu, istənilən adla. Yəni burada artıq Səməd də yaza bilərsən, Seymur da yaza bilərsən, Setmur oldu. Seymur da yaza bilərsən, Şəfiqə də yaza bilərsən. Yəni hər şey yaza bilərsən. Mən bunu istəyirəm ki, adı ilə tutum. Buradan bunu göndərəndə bura gəlib, buradan n adı ilə tutursan. Tamam. Mən gəlib də bu n-i bura verirəm. Tamam, aydın oldu. Amma ən birinci mən bura verəndə, bunun içinə verəndə heç nə olmur axı içində. Tamam. İlk başda
Heç nə olmur içində bu n-in. Çünki çağırmamışıq. Bunun 2 dənə həll üsul var. Ya bura deyərsən ki, mənim n-im yoxdursa əgər və yadır da bu. N yoxdursa və ya olaraq məndə namımı ver. Deyir, burada namım var. Tamam. Onu götürər işlədər bu qaydada. Və yaxud sən ilk dəfə bunu çağıranda, ekran açsanda, bunun içindən bir göndərərsən. Tamam, bu qaydada da olar. Belə də işləyir, belə də işləyir. Aydın oldu, bir dənə mənə bunu deyim. Print imagin içinə bir deyirsən, nə yazsaq? Nam yazsaq. Tamam, bu səndə. İndi bu nam. Bax, namları qarışdıracaq. Hə, bunu deyirsən ki, bunu nam göndərək. O da olur, o da olur. Hə, o da olur, o da olur. Yəni o da olur, gözüm üstə. Yəni hətta yəni bu belə bir şey də var, inarsız, yəni. Bu bilsiz nədir? Yəni mənə n-im gəlməsə, onu 1 olaraq ver. Tamam. Ay sağ ol, ay sağ ol. Belə bir şey də var. Yəni hal-hazırda 3 dənə ya da 4 dənə üsul gördük yaza biləcək. Yəni JavaScript belə bir şeydir millət. Yəni CSS kimi deyil. Bunu ağ yazım yoxsa boz yazım deyil. Yəni kimin təxəyyülü necədirsə, kimin fantaziyası hara qədər çatırsa onu yaza bilər. Tamam. Hələ də fərqlidir da. Məsələn, Səmədin fantaziyası fərqlidir. Bir deyirsən, deyir salam. Başa düşdün? Yəni hamıda fərqli cür şey ola bilər. Belə də qala bilər. Tamam. Başınızı qarışdırmayım. Elə bura nam da verə bilərəm. Bura qədər aydındır millət hər şey. Tamam. Əl, süper. İndi mən istəyəcəm ki, buna bir şey əlavə eləyim. Adı nə idi? Vaxt əlavə eləyim, bu öz-özünə keçsin. Tamam, belə bir şey eləmək istəyirəm. Eləyə bilərəm. Yəni ki, avtomatik slayderim kimi işləsin. 1 saniyədən bir və s. və ilaxır. Siz set timeout, set interval keçmisiniz. Onda keçirəm. Deməli, bizdə 2 dənə gözəl şəkildə JavaScript metodu funksiyası var. Bunlardan biri bizdə set timeout'dur. İkincisi də ki, promo özdə yazılır. Set timeout. Bunlardan ikincisi də bizdə set intervaldır. İndi birincisi set timeout necə işləyir? Bizdə set timeoutda, baxın, yazanda bunun içində deyir ki, mən qəbul eləyirəm nə? Deyir, mən qəbul eləyirəm handler, timer handler, timeout number qəbul eləyirəm, bir də argument qəbul eləyirəm. 3 dənə şey qəbul eləyirəm. Birinci olaraq deyir ki, yəni mən funksiya qəbul eləyirəm. İkinci olaraq deyir ki, vaxt qəbul eləyirəm. Üçüncü olaraq deyir ki, argument qəbul eləyirəm. Yəni ki, prinsipi millət. Buna demək lazımdır ki, başın bıraq. Birinci mən deyim ki, bu nə işə yarayır? Bu işə yarayır ki, millət, set timeout. Timeout nədir? Müəyyən bir şeyə vaxt vermək. Timeout vermək. Bu budilnik kimi bir şeydir. Qurursunuz ki, məsəl üçün 5 saniyə sonra işlə, 5 saniyə sonra işləyir. Qurursunuz ki, nə bilim, 3 dəqiqə sonra işləyir, 3 dəqiqə sonra işləyir bir dəfə. Məsəl üçün, bura mən function yazsam, tutaq ki, deyəcəm ki, print söz, word, nə bilim nə. Bura gəlib deyəcəm ki, sən çıxart konsol loqa, salamlar. Tamam. Mən burada gəlib desəm ki, mənim print word functionum işləsin. İkinci olaraq nə qəbul edirdi bu? Vaxt. Düzdürmü? Deyəcəm ki, məsəl üçün 3 saniyə. Baxıram. Gördünüz? Bax. 1, 2, 3. Gördünüz millət? Yəni ki, bu set timeout'un bu işə yarayır məndə ki, yəni set timeout təyin edirsən, function təyin edirsən, vaxt təyin edirsən, bu özü 3 saniyə sonra bu functionu işlədir sənin üçün. Aydın oldu. Yaxşı, set interval nədir?
Set intervalı isə bunun işləmək üçün interval təyin etməkdir. Yəni 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Ay, sağ olun. Yəni ki, bu 3 saniyədən bir həmişə bu funksiyonu çağırır. Yəni ta ki bunu sən stop eləyənə qədər. Aydın oldu nə demək istəyirəm millət. Və bu aydın oldu hamıya. Hə? Əla, super. Və sən bunu istifadə edə bilərsən. Bu arada bunun belə də istifadəsi var. Yəni sən bundan, buradan bunu yığışdırıb, gəlib bunun yerinə bu funksiyonu geyindirə bilərsən. Bildiniz necə? Gördünüz mü millət? Baxın bir də göstərim. Bax burada print word yox idi. Function bura qoymamışıq. Fərqi nədir? Function buradan yığışdırırsan, bunu götürürsən, bura salırsan. Bildiniz? Ay sol. Yəni funksiyanı salsan birbaşa, funksiyaya deyirsən ki, 3 saniyə sonra. Nə? Alın. Yəni onsuz da belə. Yox, yəni formatlanmış versiyasında harda səhv var ki? Və bunu indi arrow function və s. sizin üçün tezdə heç functiona ad verməyib belə də işlətmək olur bu arada. Baxın, gör nə yazır sizə. Bu şəkildə də işlətmək olur. Ki bir function işləyəcək, o function bunu işlədəcək. Konsolluq salamlar 3 saniyədən bir. Nə? Hə. Anonim funksiya gedir. Və bu da arrow funksiya gedir. Void. Amma yəni bunu mırta göstərirəm. Yadınızda saxlamaya da bilərsiniz. Gələcəkdə tanış olasınız zaten. Amma saxlasaz da yəni xeyli bizədir. Option set intervalı başa düşdünüz. İndi biz set intervalı nə deməliyik millət? Nə bizdə 1 saniyədən bir işləməlidir? Vay aman. Hansı funksiya işləməlidir 1 saniyədən bir? Hara getməlidir? Dalın qayıtmalıdır. Adı neydi? Bizim bax, print image niyə çağırarsan? Print image-in səndə zaten go next-in içində çağırılır. Print image-i çağırsan, gərək sən n-i 1 artırıb göndərəsən print image-in içinə hər dəfə. N. Ay sol. Go next-i çağırsan isə go next özü avtomatik olaraq number-ı da artırır. Print image-i də işlədir, düzdürmü? Set intervalın içində deyəsən ki, go next de işlət. Neçə saniyədən bir istəyirsiniz? 3 saniyədən bir. Baxıram. Gördünüz? Necədir? Necədir? Özü də avtomatik olaraq şey eləyə bilir. Baxın, bir dənə də ürək üstü belə. Nə? Gəlin belə eləyək. Mərdim azarlıq. Ay aman. Əla. Super. Diskoteka. Hə, bunu hətta indi görün bu işləyəcək. Bir dənə burada sliderımıza transition versəz o 0.2 saniyə. Yəni olacaq. Şəkil üçgənmi deyə hal-hazırda olmur. Baxın. Görsünüz? Normal görünür dom. Necədir? Donma şəkillərin böyüklüyünə görə də millət. Biraz da irəliyək. Donma hətta bəlkə də mənim CPU-m çatdırmır, ona görədir. Hal-hazırda fikir versəz biraz çox işlədir deyəsən memori ilə. Amma müəyyən qədər görünür məncə. Görsünüz? Necədir?
Yəni elə bir hansısa kitabxanadan götürmüşük. Düzdürmü? Uşaqlar bu şey məsələsi bilirsiniz nədir? Bu transition məsələsi. Elə bil əlimizdən eləyirik. Bu ölçülərin, şəkillərin ölçüləri müəyyən qədər fərqlidir deyə gözümüz əlimizdən çöndərək bunu. Şəkillərin ölçüləri müəyyən qədər fərqlidir deyə bunu buradan çöndərəndə müəyyən şəkillər arası. Bu arada şəkillərin resolutionundandır. Ümumiyyətcə uşaqlar, sizə bir trük deyim. Heç bir sayta, heç bir dəli şəkil qoyanda, heç bir maksimum onu qıcı developerlər eləyər. Heç bir developer şəkil qoyanda, hal-hazırda özümə qıcı dedim, bu dərəcədə şəkil qoymur. Resolution yüksək şəkil qoymur. Sırf problem çıxartmaması üçün. Bunun ölçüsünə baxsaz, millət, 228 kilobaytdır. Bu inanılmaz böyük bir şeydir bir şəkil üçün. Bax buna baxsaz 209. Yəni maksimum bunlar 30 kilobayt, 20 kilobayt zat belə bir şey olmalıdır. Ona görə heç bir developer şəkil qoyanda bu qədər resolution yüksək şəkil qoymur. Öz başını ziblə salmamaq üçün. Və bunlar bilirsiniz hal-hazırda niyə şeylə işləyir, transitiondan işləyir bu şəkildə. Baxın. Hal-hazırda nisbətən daha şey görsənir. Çünki şəkillər resize olunur deyə, ölçüləri dəyişir deyə. Tamam. Bunlar belə qəşəng işləyir. Tamam. Necədir? Xoşunuz? 100% qəşəng deyil millət. Çox qəşəng. Bir dənə gəlin ürəyini istəyir hələlik bu transition yığışdıraq, bu donma yaşamayaq biz. Sonra açarıq ən axırda. Yenə yaşayırıq. Yaşamamalıyıq. Məndə browser inanılmaz dərəcədə. Mənim traktorum götürmür deyəsəm o. Traktor da deyil, içində uşaqlar Ryzen 7 var olmağına, amma nəsə problem. İşte. Bu niyə transition işdir hələ? Biz nə transition'ı yığışdırdıq? Tamam. Avtomatik dəyişdirir. Millət, indi bir dənə problemimiz var bizim. Onu göstərəcəm sizə. Bax. Bu işləyir hal-hazırda. Yox. Gözüm sizə 4 dəqiqəyə qutaram. 4 dəqiqəniz var. Tamam. Bu işləyir uşaqlar belə. Yox, estağfurullah, narahat olma. Bu işləyir millət belə. İşləyirmi? Bax, indi biz buna məsəl üçün next-ə basanda bu da işləyir, bu da işləyir. Amma ki, bax, bastım next-ə. Bastım, 2 dənə atdı. Gördünüz? Gördünüz, görmədiniz? O bilsiz niyə olur? Niyə olur? Məntiqi olaraq deyin. Niyə olur? Sol. Biri bizim çöndərdiyimiz, biri də saniyədir. Bunu necə əngəlləyə bilərik? Saniyəni neynəməklə? Sol. Saniyəni sıfırlamaqla. Yəni ki, o 3 saniyə. Siz bu məsəl üçün bizdə millət bilmirsiniz hal-hazırda. Q məntiqi deyə bir şey var. Nə bilim, orada arxada bunlar yığılırlar, set intervallar və s. 3 saniyə, 3 saniyə, 3 saniyədən bir gedirlər. Siz bunu deyə bilərsiniz ki, o 3 saniyə dayan, yenidən işlə. Amma bunu dayandırmaq üçün müəyyən bir bizdə nəsə lazımdır, elə deyilmi? Bunu dayandırmaq üçün bizdə stop interval. Stop deyildi millət. Nə idi? Yadımdan çıxdı, inanırsınız. Prevent. Nə interval? Yadımdan çıxdı. Set interval. Bir də ki, bilən yoxdur. How to stop set interval. Yes. Clear interval. Yes millət. Var. Bizdə var. Deyirəm stop interval. Clear interval. Tamam. Bir də ki clear timeout var. Bu həm timeout üçün var, həm interval üçün var. Tamam.
Bizdə clear interval var. Bu clear interval nə edir? Set intervalı təmizləyir. Amma ki, bunu təmizləmək üçün biz bunu müəyyən bir ada təyin etməliyik. Gəlin biz sizə yenə belə bir şey göstərim. Bax, məsəl üçün bizdə müəyyən bir ada təyin etmək nə deyirəm? Const məsəl üçün mən deyirəm ki, bizdə printin intervalı var. Tamam. Bu da ki, bizdə set intervaldır. Bu da hər dəfə bizə console loga çıxardır ki, yenə salam. Tamam. Və bu da bizdə 1 saniyədən bir işləyir. Tamam. Deyir salam, 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 salam çıxardır. Bunu təmizləmək üçün bax set interval, bax set intervalımız. Bunu təyin elədim bir dənə dəyişənə. Ondan sonra burada sən bunun içinə bir dənə gedib desən ki, mən clear intervalın içinə verirəm nəyi? Adı nədir? Pırıtı interval. Pırıtı intervalı o avtomatik olaraq dayanır, işləmir. Və sən bunu da bir dənə funksiona təyin eləsən ki, bir dənə button-a təyin eləsən ki, bu zaman dayansın, o basanda clear interval olacaq. Düzdürmü? Düzdür? Bunu da eyni qaydada eləməliyik. Bunu da eyni qaydada eləməliyik. Yəni mən gedərəm, set intervalı lap təyin elə, bax burada yuxarıdakı gözümün qabağında olsun da print image. Gəl buradan təyin edək. Const slider interval. Yuxarıda təyin elədik deyə deyirsən. Yəni prinsip gözlə də, gözlə. İndi sən bunu deyirsən ki, gəl mən nə vaxt eləməliyik clear intervalı? Düymələrə basanda ISO. Sən burada gəlib deyirsən ki, clear interval. Düzdür? Bunda da gəlib deyirsən ki, slider interval. Tamam. Dayandı. İşləmir. İşlədi. Dayandı. İşləmir. Gördünüz? Yəni bir dəfə işləyəndən sonra bir dəfə artırdımı number zad dəyişdimi şəkli. Ondan sonra clear oldu deyə işləmir. Onda biz bunu clear eləyiriksə, bunu clear elədik, şəkli dəyişdik. Nə etməliyik sonra? Sol, yenidən kodlamalısan. Ondan sonra gəlib deyəsən ki, slider interval bunu letlə təyin eləyərəm. Tamam. Burada da gəlib deyərsən ki, slider interval bərabərdir buna. Tamam. Və hətta heç vara bunu burada da təyin eləməyə bilərik. Bir dənə baxaq görə işləyirmi, işləmirmi ona görə. Baxıram. İşləyir. Bax 3 saniyənin axırında eləyəcəm. 1 2 3 dəyişdim. Bir dəfə dəyişdim. 2 verdiniz. 1 2 dəyişdim. Ha, bu şeydir. Özüm clean intervaldan sonra elədim. Gəlin şey eləyək. 5 saniyə qoyaq ki, daha rahat başa düşək. 5 saniyə, 5 saniyə. Belə daha rahat görərik. 1 2 3 4 5 dəyiş. Ayso bax 1 2 3 mən özüm dəyişdim. Bax. Gördünüz? Artıq yenə 5 saniyəni gözlədi. Çünki yenə artıq burada clear elədi interval və sonra yenə burada 5 saniyə təyin elədi. Və hətta sizə bir söz deyim, heç bunu burada təyin eləməyinizə ehtiyac yoxdur. Bu işləyirsə bunu siləcəydim. Baxın bir dənə. Görüm düz bilirmişəmmi? Deməli düz bilmirmişəm. Gördünüz? Baxaq şöyle. Ha, bəli, məntiq olaraq düzdür. Məntiq olaraq düzdür. Statik olaraq Connex işləmir axı bizdə. İşləsə ehtiyac yox idi. Amma işləmir. Düzdür. Onda ehtiyac var. Qoqaz. Ekran sana. Və bunun eynisini biz eləməliyik harda? Prinsipi burada. Düzdürmü? Yəni çünki arxaya qaydanda da bizdə o problem var. Baxarıq. Bir, iki, üç. Arxaya çöndərdim. Yenə 1, 2,
3, 4, 5, söndür. Yenə işləyir. Aydın oldu millət. Hamıdan aydınlıq istəyirəm. Belə şey, razborka teması kimi çıxdı, amma yəni... Hə. Başa düşdünüz eləmi? Bəlkə sizə bir dənə də tapşırıq verim. Verim daha, gözlə. Görək nə tər işləyir bir dənə. Xoşum gəlir, baxma. Hə. Bu slayderı zaten yazasınız. Yəni yazmamaq kimi bir şansınız var. Məncə yox. Düzdürmü? Hə. Bunu zaten yazasınız. Bundan əlavə sizə tapşırıram ki, bax sırf başa düşməyiniz üçün. Bu go next, go prev var ya. Bu iki dənə ayrı funksiyonu bir funksiyona çöndərə bilərsiniz millət. Məncə eləyərsiniz. Yəni bilirsiniz necə? Artıq üzrlü say sözü kəsirəm Fatimə. Artıq biz bax burada iki dənə eyni əməliyyatı eləyirik. Bu da təkrardır, bu da mənim xoşuma gəlmir. Burada plus bərabər eləyirəm, burada minus bərabər bir eləyirəm. Mən istəyirəm ki, sizdən bunu eyni funksiyon eləyin. Bunu tutaq ki, gedin eləyin ki, handle slider funksiyon eləyin. Hər ikisini. Handle slider. Və bunun içindən artıq birindən plus minus 1 göndərin, birindən də plus 1 göndərin. Aydın oldu nə demək istədiyim? Və bunu ikisində eyni yazmadıq. Gəl bunu belə eləyək. Tamam. Bundan plus 1 göndərin, bundan minus 1 göndərin. Artıq ikisini bir funksiyona salın və arqument olaraq qəbul eləyin o gələni və arqument olaraq namın ya üstünə 1 gəlsin, ya da üstündən 1 götürsün. Aydın oldu. Və o şəkildə də clear intervalla set intervalda bir dəfə yazasınız və if-in içində də bir dəfəlik yazasınız ki, əgər 5-dən kiçikdirsə bunu eləsin, əgər 1-dən böyükdürsə bunu eləsin. Aydın oldu. Yəni polunu da hətta öyrədib yolladım. Dilimlə yazdım sizin üçün. Bildiniz millət? Hamıya aydınsa dərs sonlandırıram. 4 dəqiqə dedim, 10 dəqiqə aldım sizdən. Amma məncə canım sağ olsun. Əsas odur ki, bunu yazmağı öyrəndiniz. Getdi. Buyurun uşaqlar, gələn dəfəyə tasklarınızı gözləyirəm. Hamının slayderlarına baxacam. Maraqlı dizaynlar gözləyirəm hamınızdan. Hamısını.